biz böyük bir nemətə sahibik. O da Məhdəviyyət inancıdır. Allah bizə Məhdəviyyət İmam Zamanı tanımağı və gözləməyi çatdırıb bizə, tanıtdırıb bizə. Demirəm, layiqincə tanımışıq, amma şükür olsun Allaha ki, Məhdəviyyət İmam Zamanın zuhuru inancı bizdə var. Bu inanc çox böyük sərmayədir. O qədər böyük sərmayədir ki, mən deyərdim ki, Məhdəviyyətsiz, İmam Zamansız İslam, İslam deyil ümumiyyətlə, din deyil. Bir insanın dinində İmam Zaman olmazsa, zamanənin imamı olmazsa, onun dini böyük qüdrətlərin əlində oyuncaq olar. Onun dini din deyil, din libasına bürünmüş küfürdür. Mən matə və ləm ya'rif imamə zamanı, matə mitətən cahiliyyə. Buyurur ki, kim imamını tanımayıb ölərsə, cahiliyyət ölümü ilə ölüb. Cahiliyyət nədir? İslamdan qabaq. Yəni, heç elə bil İslamı tanımayıb. Özdə bütün məzhəblər bu hədisi nəql edir. Gedin, istənilən məzhəbdən soruşun. Bu hədisi. Bu hədis İmam Zamanın varlığının ən gözəl dəlilidir. Dəlillərindən biri də ən azı. Mən matə və ləm ya'rif imamə zamanı, matə mitətən cahiliyyə. Kim ölərsə, bir halda ki, zamanəsinin imamını tanımır, o heç elə bil müsəlman kimi ölməyib. Elə bil iman gətirməmiş dünyasını dəyişib. İndi mən bütün 1 milyarddan artıq müsəlman dünyasına səslənirəm. Kimdir zamanənin imamı?